Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Yuxarı Nüvədi kənd Mais Mirzəcanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı efirdədir. Sizi salamlayan 6A sinif şagirdi Şəfəqətzadə Şəms. Bugünkü mövzumuz Azərbaycanın milli qəhrəmanı İsrafil Şahverdiyev və polkovnik leytenant Nail Orucovun doğum gününə təsadüf edir. İsrafil Şahverdioğlu Şahverdiyev 1952-ci il iyun ayının 11-də Laçın rayonunun Unnanovu kəndində anadan olmuşdur. 1959-cu ildə Unnanovu kənd orta məktəbinə getmiş, 1969-cu ildə həmin məktəbi bitirmişdir. 1971-74-cü illərdə İsrafil Şahverdiyev ordu sıralarında olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır. Yağı düşmən torpaqlarımıza basqın edən vaxtdan İsrafil Şahverdiyev bir polis işçisi kimi əhalinin təhlükəsizliyinin təmin edilməsində fəal iştirak etmiş, fədakarlıqlar göstərmişdir. Onun şücaəti nəticəsində Qaladərəsi kəndi keçməyə cəhd edən 2 erməni casusu yaxalanmışdır. Salatın Əskərovun qatillərinin ələ keçirilməsində onun böyük əməyi olmuşdur. 1991-ci ilin yazında Qaladərəsi kəndini erməni quldarlarından təmizləmək məqsədi ilə plan hazırlanır. Gecədən səhərə kimi davam edən ağır döyüşdə erməni yaradıları güclü müqavimətlə rastlaşdılar və geri çəkilməyə məcbur oldular. İsrafil öz bölüyü ilə 1992-ci il sentyabr ayının 19-dan noyabr ayının 17-sinə qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O dəfələrlə kəşfiyyata getmiş, düşmənin yerinin təyin olunmasında qəhrəmanlıq göstərmişdir. 1994-cü il yanvar ayının 6-sında Horadiz qəsəbəsi azad edildikdən sonra İsrafil Şahverdiyevin bölüyü Füzuli rayonunun kəndlərini erməni işğalından azad etmək üçün döyüşə girir. Bölük Horadiz qəsəbəsini, eləcə də digər 4 kəndi azad edir. İgid komandir İsrafil son döyüşü 1994-cü il yanvar ayının 13-də olur. Bölük bir neçə istiqamətdən hücuma keçərək düşmənin əsas qüvvəsini sarsıdır. Erməni yaradılarının çoxlu sayda canlı qüvvəsi və döyüş texnikası məhv edilir. Bu döyüşdə İsrafil Şahverdiyev özü də qəhrəmancasına şəhid olur. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə öz müqəddəs əsgəri və xidməti borcunun şərəflə yerinə yetirilməsində misilsiz xidmətlərinə görə Azərbaycan Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə ölümündən sonra Şahverdiyev İsrafil Şahverdioğlu Azərbaycanın milli qəhrəmanı adı verilmişdir. Ailəli idi. Milli qəhrəmanın 3 övladı onun adını yaşadır. İsrafil Şahverdiyev Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Laçın rayon orta məktəblərin biri qəhrəmanın adını daşıyır. Torpaqlarımızın azad olunması uğrunda fədakarlıq göstərən və şəhid olan İsrafilin adı hər bir kəs üçün əzizdir. Bugün İsrafilin ruhu şaddır. 2020-ci il sentyabrın 27-sindən başlayaraq Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlarımız azad olunub. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Bu möhtəşəm qələbə xalqımız tərəfindən böyük qürur, sevinç və ruh yüksəkliyi ilə qarşılandı. Azərbaycan xalqı öz liderinin Müzəffər Ali Başkomandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyi, mübarizəliyini göstərdi. İsrafil və onun kimi qəhrəmanlıqla döyüşən, şəhidlik zirvəsinə ucalan bütün igidlərimizin ömrü bu məmləkətdə nəsildən nəslə insanlarla ötürülən bənzərsiz bir örnək, əvəzsiz bir nümunə olacaq.
mərdlik və fədakarlıq nümunəsi. Orucov Nail Rəfail oğlu 1978-ci il iyunun 11-də Astaranın Məscid Məhəllə kəndində doğulub. 1985-ci ildə Qapıçı Məhəllə kənd orta məktəbinə daxil olub və 1992-ci ilə qədər həmin məktəbdə təhsil alıb. 1992-ci ildən 1995-ci ilə qədər təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib. 1995-ci ildə Bakı Ümumqoşun Məktəbinə daxil olub və 1999-cu ildə həmin məktəbi motorçu ixtisası üzrə bitirib. Məktəbi bitirdikdə ona leytenant rütbəsi verilib və Müdafiə Nazirinin əmrinə əsasən xidməti davam etdirmək üçün en saylı hərbi hissəyə göndərilib. 1999-2002-ci illərdə orada motorçu takım komandiri, 2002-2005-ci illərdə motorçu bölük komandiri, 2005-2007-ci illərdə en saylı hərbi hissənin motorçu taborunun maddi texniki təminat üzrə komandirinin müavini, 2007-ci ildə en saylı hərbi hissənin motorçu taborun qərargah rəisi, həmin ilin dekabrından 2008-ci ilin dekabrınadək en saylı hərbi hissənin motorçu taborunun qərargah rəisi, 2008-ci il dekabrından 2013-cü il iyuluna kimi en saylı hərbi hissənin maddi texniki təminat bölməsinin rəisi vəzifəsinə təyin olunub. 2014-cü ilin yanvarından oktyabrına kimi en saylı hərbi hissənin motorçu tabor komandiri, 2015-ci ilin dekabrına kimi isə en saylı hərbi hissənin maddi texniki təminat üzrə vəzifəsinə xidmət edib. Müdafiə Nazirinin 31 dekabr 2015-ci ildə tarixli 0912 nömrəli əmri ilə hərbi xidmət keçmə haqqında əsasnaməni 156-cı maddəsinin J bəndinə əsasən və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ ilə polkovnik leytenant kimi ehtivaya buraxılıb. 29 sentyabr 2020-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təlimlərə cəlb olunub. Oktyabrın 6-sından etibarən 1-ci tabor komandiri vəzifəsi ilə müharibədəki xidmətə başlayıb. Onun taboru Füzuli, Hadrut, Cəbrayıl və Qubadlı istiqamətində əks-hücum əməliyyatları ilə düşməni geri çəkilməyə məcbur qoyub. Qubadlı rayonunun Azərbaycan və Ermənistan sərhədinin tam nəzarətə alıb. Oktyabrın 31-də düşmən təxribatı nəticəsində Qubadlıya yenidən hücum olunub və düşmənin artilleriya atəşi nəticəsində polkovnik leytenant Nail Rəfail Orucov şəhadətə yüksəlib. Ailəli olan şəhidimiz Ruslan, Əli Həsən və İbrahim adlı 3 oğlu vətənə əmanətdir. Bizə ayrılan efirin sonuna gəldik. Növbəti efirlərdə görüşənədək. Sağ olun, salamat qalın.